Düşünün ki, mehriban dostlar var və asudə vaxtlarının böyük bir hissəsini bir yerdə keçirirlər. Dostlardan biri çox tərbiyəli, şəxsi üstün keyfiyyətlərə malikdir. Amma dostları heç də elə deyirlər. Zaman keçir və şəxsi keyfiyyəti üstün olan dost fərqinə varmadan sözləri dəyişir, zarafatları bayağılaşır, dəyərlərə baxışları belə köhnəlir. Bu təsadüfi deyil. İnsan davamlı yanında olduğu adamlara bəlkə də istəmədən bənzəməyə meyl eləyir. Qəlbi, dili və davranışları oturduğu məclisin rəngini götürür. Peyğəmbərimiz sallallahu aleyhi və səlləm buyurub ki, insan dostunun dini üzərindədir. Yəni, insan kiminlə dostluq edərsə, münasibətləri davamlı olsun deyə dostu ilə fikri və əxlaqi yaxınlaşmağa çalışır. Bəzən deyirik ki, yox, dostları mənə təsir edə bilməz, mən müstəqiləm, öz düşüncəm və şəxsiyyətim var. Amma gerçək başqa cürdür. Dostlarda olan mənfilərə və ya günahlara dostluq xatirində susursan, laqeyd qalırsan. Bir müddətdən sonra o şeylər sənə adi gəlməyə başlayır və sən də onları eləyirsən. Bir gün oyanırsan ki, artıq əvvəlki sən deyilsən. Çarəsi isə asandır. Doğru dost seçim etmək. Doğru dost səni Allaha yaxınlaşdıran, səni qoruyan, səni mənəvi baxımdan yüksəldən, inkişaf etdirən insandır. Belə dost tapmaq çətindir, amma mümkündür. Bəzən isə çarə yeni dost tapmaqda yox, səni aşağı çəkənlərdən, sənə mənfi təsir edənlərdən sakitcə uzaqlaşmaq olur. Atalar yaxşı deyib, atı at yanına bağlasan, həm rəng olmasa da, həm xasiyyət olar.